Dostlar, hər vaxtınız xeyir olsun. Hal-hazırda sizə bu gün baş tutmuş qəbul imtahanının 3-cü qrupunun suallarını izah edirəm və bu sualları Əjdaha abituriyentim yazıb və 30-30 düz yazıb. Ətrafdan səs gəlsə, üzrü sayın ona görə açıq hava şəraitində sizə sual izah edib atıram. Deməli, birinci sualın mətnini özünüz oxuyursunuz. Vaxt getməsin deyə mətni oxumaq istəmirəm. Verilənlərə əsasən Çar Rusiyası nəyə nail olmaq istəyirdi? Neft sənayesinin xarici kapital ifadəsi səhv olur. Çünki nəyə görə? 20-ci illər deyir şərtdə. Xarici kapital 70-də özləri çağırır. Müstəmləkə iqtisadiyyatı bu düzdür. Sənaye çevirisinin Azərbaycanda sənaye çevirişi olmayıb ümumiyyətlə. İltizam sistemi 70-də ləğv olunub. Bir də uduz xamal bazasına çevirmək variantı doğru olur. Yəni tipik müstəmləkə iqtisadiyyatıdır. İkinci sualda Kəngərli ifadəsinə görə biz avtomatik bilməliyik ki, burada söhbət gedir Naxçıvan xanlığından. Mətni oxuyuruq. İrəvandan oxşar xüsusiyyəti. Bir müddət Qarabağdan asılı olmaq doğrudur. Georgiyes müqaviləsi 1802-də Quba ilə Lənkərana aid idi. Çuxursəddən yerləşməsi doğrudur. Bura bir siyahıya da əlavə edilir. Bir də Makunu. Türkmənistan müqaviləsinə Qacarın tərkibinə qalması ifadəsi isə ümumiyyətlə səhvdir. Yəni cavabımız 1 və 3 olur. Toplu sualda 30-cu sual. 30-cu illərin sonu 50-ci illərin ortaları Ali Monqol xaqanının canişinləri tərəfindən idarə olunması. Elə bu dövrdə 3956-cı ildə Ali Monqol xaqanının canişinləri idarə edibdi bu dövləti, ərazini. Sonra 2-ci Qarabağ müharibəsinə aid olmayan istəyir. Hadrut qəsəbəsinin azad olması, bəli, Hadrut Şuşanın asarı hesab olunurdu. Ona görə bu ifadə doğrudur, aid olmayan istəyir. Pilotsuz uçuş aparatı bizimkilərimizdə, amma yaratdığımız zərbə dronu var idi. Ondan sonra iti qovan dronu var idi. Aldadıcı Turan taktikasına istifadə eləmişik. Qarabağ mövzusunda itkini minimuma indirmişik, amma BMT bizim əleyhimizə qərar qəbul eləməyib. 45-ci sualda xronoloji ardıcıllığı istəyir, deyir yerin dəyişsəniz düzələr. Pişəvəri hökumətin yaranması 45-ci dekabrın 12-sidir. Xiyabani hökuməti 1920-nin 23 iyunudur. İlk dəfə 1949-dur, 1956-dır. Qarşısına da hamısını yazıb 1 ilə 2 yerin dəyişsək, xronoloji ardıcıllıq düzəlir. 36-cı sual çox rahatdır, yəni şərti sizi qorxutmasın qəti surətdə. Elə Albaniya dövlətinə 50-ci illərdə aid hansısa bir hadisəni götürsən, cavab çıxır. Xəzər xaqanına müqavilə 64-65-dir, Bizans 54 cavab budur, daxili müstəqillik 705-dir. Sasani ilə Albaniya arasında sülh müqaviləsi imzalanmayıb ümumiyyətlə, 3-də 1 667-670-dir. AXC veribdir, uyğunluğu müəyyən eləməyimizi istəyir və burada deyir ki, Müəssislər Məclisinə seçilen aktın əsasnamə 19-un iyulunda, parlament 18-in dekabrındadır, bu səhvdir. Bakının azad olması 18-in sentyabrıdır. Milli Şura fəaliyyətini 18-in iyununda dayandırıb, səhvdir, 3-4 düzdür. Mudros müqaviləsi 18-in oktyabrda Osmanlı Naxçıvanı tərk edir. Əsgəran döyüşü də 20-nin aprelində də Əsgəran ərazisini azad edirik. 38-ci sualda 16-cı əsrin ikinci yarısı deyir Osmanlıya aiddir. Körpülü Mehmet Paşa 17-ci əsrdədir. Misir Məmlük dövləti 1517 birinci yarısına düşür. Səfər 1578 ikinci müharibənin başlanmasıdır. Ağqoyun 15-ci əsrdir, 1473 məsələn. Viyana mühasirəyə alınması da 1529-da 16-cı əsrin birinci yarısına düşür. Ona görə bunu da götürürük. 39-da xəritə verib deyir hansına aid məlumat yoxdur. Yəni doğru olmayan fikir daha doğrusu. Bir ilə işarələnibdir Pirine yarımadası və ərəblər 8-ci əsrdən Pirine yarımadasının işğalına başlayıblar. Bu doğrudur. 2 ilə işarələnib İtaliya, amma deyir Xlodvig ələ keçib. Xeyr, İtaliyanın bir qismini ələ keçirən Böyük Karol idi. 3 ilə işarələnib Misir. Misiri ərəblər elə 7-ci əsrdə Bizansı məğlub eləyəndən sonra ələ keçiblər. Bu da düzdür. Səhvi istəyir. 4 ilə işarələnib Konstantinopol Bizansın paytaxtıdır. 5 ilə işarələnibdir Vandal Krallığı Şimali Afrika. Bu da ələ keçirilibdir Justinian tərəfindən. Cavabımız olur burada 2. Növbəti sualda yenə şərdimizə heç bir aidiyyəti yoxdur. Uyğur xaqanından fərqli olaraq, daha doğrusu Xəzərdən fərqli olaraq Uyğura aid xüsusiyyətləri seçsək. 7-ci əsrdə səhvdir, 8-ci əsrdə 744-də meydana gəlib. Uyğurlarla Sasanilər bir-birlərini görməyiblər, amma Moyonsurun dövründə ipəklə xərac alınıb. Qaraxanlı dövləti Ərəb xilafəti ilə mübarizə aparması. Qaraxanlı Ərəblə mübarizə aparmayıb, amma 11-ci əsrdə 2 hissəyə parçalanıb 1042-dən. Göytürkün parçalanması nəticəsində isə yaranmayıb. Göytürk 588-dir, bunun özünün yaranması 847-dir. 840. Yəni burada cavabımız olur A variantı. 41-ci sualda deyir ki, hər ikisinin aid xüsusiyyətləri isə sözdə 2-ci dünyadan sonra. Baxın, NATO üzv qəbul olması bir SSR-yə getmir. B variantı ona görə gedir. Bir də Pakistana getmir. Y variantı ona görə gedir. Konstitusiyanın qəbul edilməsi Britaniyaya getmir. A variantı ona görə gedir.
Sonra AEB iştirak eləməsi Türkiyəyə getmir. Y variantı ona da gedir. Cavab qalır D. Hər üçü onlara aiddir. NATO 49-dur. AEB 57-dir, ikisinə də eyni tarix. Konstitusiya Fransada 1946-dır. AFR-də 49. Pompeyin yürüşün 2 dənə məqsədi var idi. Birinci yürüş o idi ki, birinci məqsəd o idi ki, Xəzərin qərb sahilini ələ keçirsin. Bir də ikinci məqsəd o idi ki, ticarət yolunu ələ keçirsin, şeyə gedən. Qaradənizdən Hindistana gedən icablıdır. Bu kişilər verib 3 nəfər. Deməli, Çarın yeganə müsəlman yavəri olması Naxçıvanskidir. Birinci dünyada iştirak hər üçdür. Toplarla müdafiə artilleriyanın Allahı olan əlaqadır. Azərbaycanın təyyarəsi, bu da toplu sualdır. Azərbaycanın təyyarəsi qayıb oldu, bunu çıxmalısan. Georgi silahı da ki, mehmandar oldu. 50-ci illərə aid hadisələri seçməyimizdir. Cavablar yəni doğru deyil, təkrarlamıram yəni. D variantı doğrudur. 19-un 50-ci ildə Şimali Azərbaycan tarixçisi Səcəvdir. Təhkimçiliyin ləğvi Azərbaycanda 70 götürək. Hərsənd Azərbaycanda olmayıb. Feodal asını azad da 70-dir. Vergi mükəlləfiyyətinin ləğvi, bir hissəsinin ləğvi. Ümumiyyətlə bu anlayış doğru anlayış deyil. Vergi həmişə ödənilir. Mükəlləfiyyətin ləğvi 70-də bir qismi ləğv olunubdur. Tamamilə də ləğv olunub. 5 desiyatin torpaq başlanması 47-dir, amma dövlət kəndlərinin bir yerdən başqa yerə köçməsinin qadağan olunması 53-dür. Cavab budur. 45-ci sualda deyir ki, Məhəmməd Cahan Pəhləvana aid olmayan xüsusiyyət sultan titulunu qəbul etməsidir. Çünki Qızıl Arslan qəbul eləmiş. Sadə sual. 46-cı sualda 4-cü minilliyin sonunda Qədim Misirdə vahid dövlət yarandı. Yuxarı Misirin aşağı Misiri məğlub etməsinin nəticəsində. A variantı. Yusiflə birinci Təhmasibin oxşar cəhəti Şirvanşah 1412 Yusifdə var, 1538 Təhmasibdə. Teymuri Təhmasibdə yoxdur. Osmanlı dövlətinə müqavilə Yusifdə yoxdur. Avropa heç birində yoxdur. Yeni dövlət Təhmasibdə yoxdur. 48-ci sual Şimali Qafqazda deyir ki, 1864, Cənub Qafqazda 1864-95-ci illər aralığın oxşar xüsusiyyəti odur ki, Rusiya tərəfindən işğal olunublar. 49-cu sual maraqlıdır. Deyir ki, 17-ci əsrdə baş vermiş Osmanlı Səfəvi müharibəsinə aid olmayan. Osmanlı Krım 1618-də imzalanır, döyüş baş verib. Görürsünüz, Xankəndidə də yenə yağış başladı. Xankəndi həmişə kimi öz gücünü göstərir. 1618 döyüşü, Sınıq Körpü, bu var. Sufyan 1605 bu var. Təbriz 1603 bu var. Bəsçi 1639 bu da var, amma D variantı. 1622 olsa da bu Osmanlıya aid deyil, Portuqaliyadan azad eləmişdi. Sonra 50-ci sualı izah edəcəm, qismət olsa. Drone keçdi oradan. Birinci prezidentlik dövründə 93-cü noktyabrdan 98-ə qədər olan tarixi əhatə edirdi. Milli valyuta 92-dir, Elçibəyin dövründədir. Horadiz 94-ün yanvarıdır, düzdür. Torpaq islahatı 96-dır, düzdür. BMT-yə üzv olma 92-dir. O da prezident olaraq düşür Mütəllibova. 51-ci sual çox rahat, toplu sualıdır. Vergiləri istəyir, xilafət dövrünə aid. Xərac və cizyə. Xarak Gezid Sasani dövrdür. Divan, mülk, iqta, vəqt bunlar torpaqdır. Malcəhət və bəhrə vergi olsa da bu dövrə aid deyil. 52-ci sualda xəritə verildi. Xəritədə işarə eləmişik, Kəlbəzərdir. Həqiqətən Paleolit dövrünə aid abidə var Kəlbəzərdə. Bu abidə Zar mağarasıdır. 8 noyabrda Şuşa azad olunubdur. Orta Tunusda Göytəpə, Urmiyada olubdur. Erkən Tunus Sərkərtəpə Xaçmazdaydı və noyabrın 25-də həqiqətən Kəlbəzər azad olmuşdur. 53-də xronoloji ardıcılıq istəyir. Tarixlər görürsünüz. 1192, 1043, 47 hakimiyyətə gəlişi ilə götürüb, bir də 1326 azad edilməsi ilə götürüb, azdan çoxa doğru üzürük, 21-43 eləyir. 54-də Rəvvadi ilə Şirvanşahın oxşar xüsusiyyətini istəyir. Elə oxşarı tapsan kifayət edir. Ərəb mənşəli olması ikisinin oxşardır, salardan fərqi olmalıdır, amma Böyük Səlcuq dövlətindən asılı 1054 biridir, 1066 biri. Slavyan yürüşünə Rəvvadi məruz qalmayıb, Dəbil də özünə birləşdirməyib. 1-2. 55-də Neolit və Eneolitin oxşar xüsusiyyəti. 1. Əkinçilikdə toxadan istifadəni götürürük. İlkin şəhər mərkəzi Orta Tunsdur. Saxsı qablar Neolitdə başlayıb, Eneolitdə də davam edib. Suni suvarma erkən Tunsdur. Daş alətlər hər ikisində var idi, 1, 3, 5 olacaq. 56-da 1 düzdür, 2 düzdür, 3-də səhv olan odur ki, 1645 Niyezbi döyüşüdür. Amma istiqlaliyyət 1776-dır. Yekaterinan hakimiyyətə gəlməsində də zəifləmir, mütləqiyyət zəifləmir, əksinə artır. 1, 2, 5 ona görə. 5-də düzdür. 57-də Otluq Beylə Osmanlı ilə Ağqoyun arasında baş verib, hər iki dövlətə düşür. Mərv döyüşüdəki Səfəvlərlə Şeybanilər arasında baş verib, 2-yə də gedir C. Situasiyanı da oxuyursunuz özünüz. Qalib gələn dövlət Sparta dövləti idi, onu qeyd edirsiniz. 2 dənə səbəb, bir iqtisadi, bir siyasi istəyir.
Tək hökmranlıq siyasidir. Görürsüz, tək hakimiyyət onda. İqtisadi qeyd edir ki, ticarət yolları ondan mübarizə. Bu da doğrudur. Yaxud pul gəlirlərin idarə olunmasına görə. 60-da da 2 dənə nəticə qeyd edir. Sparta qalib gəldi, Afina Dəniz İttifaqı ləğv oldu, təsərrüfat dağıldı. Yunanistanın gələcək taleyinə mənfi təsir edir ki, cümlələri yazmaq olar. Çox rahat imtahan dostlar, hamınıza uğur arzulayıram. Mənim bu cavablarını oxuduğum Əcdaham 30-30 yazıb. Siz də ümidvaram nəticəniz yaxşıdır və ürəyinizdədir.